أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على نبينا محمد وعلى آله وأصحابه أجمعين. أما بعد. السلام عليكم ورحمة الله وبركاته. Allah'ın Resulü sallallahu aleyhi ve sellem bir gün sahabelerini başına yığaraq onları nəsihət edərkən bir zamandan xəbər verdi ki, o buyurdu ki, elə bir zaman gələcək ki, həmən dönəmdə dinini qoruyub saxlamaq, günahlardan çəkinmək o qədər zor olacaq ki, həmən gün dinini qoruyanların biri sizin 40'ınıza bərabər olacaq. Bu sahabələri çox təəccübləndirdi. Çünki çox böyük sözdür. Sahabələr Allahın yeryüzündə ən dəyərli qulları. Amma yenə də Allahın Resulü belə bir zamandan xəbər verir ki, o zamanda yaşayanlar hətta Resulullahın dönəmindəkilərdən belə dəyərli, qiymətli ola bilər. Görəsən o zaman nə üçün belə qiymətləndirilmişdir ki? Dəyərli insanlar, sözümü o hissəyə gətirib çatdırmaq istəyirəm ki, bu günümüzdə dinini qoruyub saxlamaq o qədər mürəkkəb olmuşdur ki, o qədər çətinləşmişdir ki, sözün əsli mənasında bəlkə də elə Resulullahın dediyi bu zamandır. Çünki bizim heç birimiz xilas ola bilmirik günahlardan. O qədər günahlar şöhrət tapmışdır ki, günahlar o qədər hörmətli olmuşdur ki, bugün masum insanlar ya səfeh adlandırılır, ya da ki qəti dəyəri olmayan birisi kimi. Amma bugün günahkarlar, bədənini çölə qoyanlar, əxlaqsızlıq edənlər, haramla ailə saxlayanlar isə sanki dövrünün ən hörmətlisi olmuşdur. Dəyərli müsəlmanlar, bizim üçün onlar önəmli deyil. Yəni o haram yeyənlər, əxlaqsızlılar, pozğunlar, onlar yaxşı yaşayırlar deyə biz onu düşünmürük. Sizə demək istədiyim, ən birinci hələ özümü nəsihət etmək istədiyim mövzu o mövzudur ki, gəlin biz dövrümüz nə qədər mürəkkəb olsa da, nə qədər günahların içində boğulub batsaq da, gəlin özümüzü xilas edək. Özümüzü qoruyaq. Çünki biz əgər onu başarsaq, əgər biz özümüzü Allahın kitabında müsəlman kimi qeydə aldıra bilsək, əgər Allahın mələklərinə özümüz üçün dua elətdirə bilsək, o zaman xoş sənin halıva, səni Allah sahabələr kimi qiymətləndirər. Bəlkə də onlardan da artıq qiymətləndirdi. Çünki Allahın Resulü demişdi. İndi biz gün olaraq onu dəqiq deyə bilmirik ki, bu gün odur, yoxsa o deyil. Amma dini əldə saxlamaq baxımından baxanda sanki o gündür. Çünki haram o qədər yayılıb ki, çölə çıxırsan haram. Bir dükana girmək istəyirsən haramlar. İnsanların geyimi pozulmuş, insanların tərbiyəsi pozulmuş, hətta namusun tərzi dəyişilmiş. Yəni artıq nədir namus? Nəyi qorumaq lazımdır? Belə əldə saxlamaq mümkün olmamışdır. Ona görə də bu acınacaqlı günümüzdə xoş olsun o insanların halına ki, o gözünü qoruyur, o dilini qoruyur, o qulağını qoruyur. Həqiqətən bugün o çox çətindir. Danışmağa nə var ki? Nə var ki danışmağa? Baxma,
haramdır, uzaq dur, gözümü qoru deyə deyənlərin özləri o qədər bu sözün təsirini itirmişdir ki, çünki sözdə təsir qalmamışdır. Bəzən insan danışmağa belə həya edir. O qədər gözləri qorumaq mürəkkəb olmuşdur. Amma bilin ki, bizi yaradan Allah bizə ciddi bir nəsihət etmişdir. Allah öz kitabında Nur surəsi 30-cu ayədə öz rəsuluna deyir ki, "Qul lil mu'minina yaghuddu min absarihim." De, mənim mömin qullarıma gözlərini qorusunlar. Dəyərli insanlar, gözləri qorumaq o qədər mürəkkəbdir ki, Allah onu xüsusilə qeyd etmişdir. Çünki göz, dil, bunlar kontrolsuzdur. Dil yenə də sənin əlindədir, mümkündür. Yəni, kontrol edilməsi göz qədər deyil. Düzdür, dil də bir yerdə qalan bir şey deyil. Amma ki, göz onu kimi deyil. Çünki gözün işi baxmaqdır. Necə ki, bəzi cahil insanlar belə deyir. Onlara deyəndə ki, gözünü qoru, o deyir, gözü veriblər baxmağa. O söz düzdür. Bəli, göz verilib baxmağa. Amma nəyə baxmağa və nə üçün baxmağa? Bəli, göz görür. Görüntünün içində qəflətən insanın, Allahın qadağan etdiyi görüntü də gələ bilər. Yəni, sənə aid olmayan bir başqa birisinin namusu gələ bilər. Qadındır, başqa kişini görə bilər. O kişinin görüntüsündə bir yeri o qadının diqqətini çəkə bilər. Və yaxud da ki, bir kişi də eyni ilə də, yəni bunu dəyişməyə ehtiyac yoxdur. Kişi və qadın eynidir. Yəni, yad bir naməhrəmə baxıb da diqqətini çəkən bir yeri görə bilər. Deməli, bizim görüntüyə icazə verilmişdir. Çünki sən baxmalısan, yoluna baxmalısan, əşyalara baxırsan, insanlara baxırsan ki, bu kimdir, hara gəlir, kimdir, nə demək istəyir. Yəni, göz görür. Amma Allah bizə deyəndə, gözünü qoru deyəndə, demir ki, gözünü bağla. Yoxsa heç gözü verməzdi də. Bizə də o instinkti verərdi ki, hisslərlə bunu bilərdik. Necə ki, körlər bilir. Bizi də kör edib, gözsüz yaşada bilərdi. Bu problemi bizdən qaldıra bilərdi. Amma Allah gör bizim üzərimizə nəyi qoyur. Aləmlərin Rabbi Allah bizə deyir, bax, amma görmə. Bu çox mürəkkəbdir ha, dəyərli insan. Baxırsan, görmürsən. Bunu izah etmək gözünü kontrolsuz buraxan insanlara çox çətindir. Amma siz bunu anlayırsınız. Bu nə deməkdir? Baxıb görməmək. Yəni, sən bir naməhrəmə baxa bilərsən. Amma ondakıları görmə. Yəni, gözünü zəruri baxışlara ver. Yəni, baxmaq məcburiyyət qarşısında olan baxışlar. Amma baxışın altında bir baxış olur ha. Ona Allah Qur'an-ı Kərimdə xain baxışlar deyir. Xain baxışlar. Subhanallah. Yəni, baxıram, dili ilə də gözəl sözlər danışır. Misal üçün, deyir xanım, bacı və yaxud da ki, qadındır, deyir bəy, oğlum, oğlan. Bir sözlə müraciət edir, güya onu özünə münasib insan olaraq deyir. Amma baxışların içində, əgər o ehtiras baxışları varsa, bax, sən ondan hesab verəcəksən. Necə ki, Allah Qur'an-ı Kərimdə Əl-İsra surəsi 36-cı ayədə belə buyurur. İnnəs-səm'a vəl-basara vəl-fuədə kullu ulaikə kənə anhu məs'ulə. Həqiqətən də siz qulağınıza və gözünüz və qəlbinizə görə məsuliyyət daşıyırsınız. Məsuliyyət daşıyırsan. Yəni, o bəhanələr var, nə edim, mağazaya girmişəm, satıcı ilə danışmaq üçün ona baxmalıyam da. Bəli, sənin bu sözlərin doğrudur. Zaten Allah bizə bunu demir. Allah bizə deyir, baxarkən, o baxışlar var, biz anamıza baxırıq, övladımıza baxırıq ha.
Heç bizim o baxışlarımızın içində xəyanət olur? Əsla. Hansı qadın öz oğluna baxarkən xain baxışlarla baxar ki? Əsla. Heç onun duyğusunda yoxdur. Çünki o ona övlad sevgisi ilə baxır. O onda başqa ehtiraslı heç bir şey görmür. Eyli ilə başqa namuslarımız da belə. Bax, o da baxışdı. Amma bir nəfərə, bir satıcıya və yaxud da ki, yoldan keçən birisinə baxışlar da zahirdə eyni etmək olar. Mən ona baxırdım, söz soruşdum, yolu soruşdum. Deyərsən, bəli, mənə deyərsən, mən də sənə deyərəm bunu bəhanə kimi. Amma görəsən biz öz vicdanımıza da onu deyə bilərik. Əsla. Sənin vicdanın bilir ki, sən nə üçün baxırsan. Çünki sənin gözünün də ayrı hesabı var. Gözünün hesabı ayrıdır. Qəlbinin hesabı ayrıdır. Qulağının hesabı ayrıdır. Allah bunların içindəki xain baxışları və xain sözləri bilir. Ona görə biz bunu düzəldək, dəyərli insanlar. Yoxsa biz bəzi insanlar da belə düşünür ki, başını aşağı tut, baxma. Xeyr, bu deyil. Başını aşağı tutmaqla, bəzən başını aşağı tutmaqla baxışlar var. Bəli, təsəvvürlər var, xəyallarında formalaşdırmaq var. Heç baxmadan, heç baxmısan, evindəsən. Amma gözündə canlandırırsan, bayaq gördüyünü, heç baxmırsan. Heç kəs də bunu hiss etmir. Amma onu bir sənin vicdanın bilir, bir də Allah bilir. Allah isə bizi vicdanımızla üz-üzə qoyur ki, Allahın huzurunda vicdanınla məhkəmə olunacaqsan. Yoxsa Allaha da deyə bilməyəcəyim ki, Allahım gözdü vermişdin, mən ona baxırdım, söhbət etdim, söz soruşdum. Xeyr, namusla bax. O yerdə ehtirasla bax ki, sənə o icazə verilmişdi. İcazə verilmişdi. Sənə icazəli olan insanlara ehtiras ilə baxa bilərsən. O da sənin həyat yoldaşındır. Digərləri isə sənə bu icazə verilməmişdir. Ya zəruri baxışlarla baxırsansa, gördün ki, göz yayınır, necə ki Allahın Rəsulü Ali ibn Əbu Talibə dedi. Ey Ali deyir, göz baxır. Birinci baxış bilmək üçündür. Yəni, baxdım, bildim, söz soruşurdu. Elə ki gördüm, göz məni artıq digər bir istiqamətə yönəldir. Ondan sonraki baxışlarına görə hesab verəcəksən, Ali, Allahın Rəsulü deyir. Yəni, birinci baxış ki var, baxdın, yəni nə demək istəyir, haranı soruşur, mən ondan nəyisə soruşacağam. Bu mənada baxdın, bu sənə icazəlidir. Bundan sonraki baxış var, yəni artıq diqqətləri çəkib ehtiraslı baxışlar. Bax, ondan yayınmaq lazımdır. Gördün ki, o ortaya girdi, vəziyyəti dəyiş, gözlərini yayındır və mövzudan uzaqlaş və oranı tərk et. Uzaq dur. Bu daima belə olmayacaq. Bu bəzi insanlara belə gəlir, haçana qədər, hara qədər. Bu belə olmayacaq. Bu bir müddət olacaq. Sonra bu iş qaydasına düşəcək. Çünki sən məsuliyyəti hiss edəcəksən və beləliklə də bu duruma çox da düşməyəcəksən. Duruma çox da düşməyəcəksən. Belə də ki, zaten nə qədər göz görürsə, biz bunun mücadiləsini aparmalıyıq. Danışmaq da borcumuz, özümüzü qorumaq da borcumuzdur. Çünki Allah bizə belə buyurmuşdur. Fussilet surəsi 20-ci ayədə. Şəhidə aleyhim səm'uhum və absaruhum və culuduhum bimə kənu ya'malun. Sizin bütün etdiklərinizə gözünüz də şahid qalacaq, qulağınız da şahid qalacaq və dəriniz də şahid qalacaq. Dəri, toxundum, keçdim, özü toxundu, əlim dəydi. Bunlar hamısı dildə deyiləsi sözlərdir. Amma bütün onların sinirləri vardır. Onlar danışacaq, onlar şəhadət verəcək ki, Allahım,
Bu arxivim, bu qulum, budur onun baxışları. Bəli, bu baxışın içində ehtiras var idi. Bəli, deməli, bütün orqanlarımız bizim şahidlərimizdir. Ona görə dəyərli insanlar, gəlin Allah üçün mübarizə aparaq. Allah bizə bu mübarizədə yardım etsin. Çünki bunun nə qədər mürəkkəb bir mübarizə olduğunu bir Allah bilir və bir də biz özümüz də bilirik. Bəli, dəyərli müsəlmanlar, əgər istəyiriksə, alınması mümkün olmayan o dərəcə ki var, səhabələrə çatmaq heç vaxt mümkün deyil. Amma onun üçün bir şans bizə verilmişdi. Özümüzü qoruyaq, gözümüzü, dilimizi, əlimizi qoruyaq. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.